Efirimiz davam edir. Nəzərinizə çatdırım, studiyamızın həkim qonağı, cərrah, mama ginekoloq, uzman həkim Sevil Arif qızıdır. Bizim sevimli həkimlərimizdəndir. Uzun illərdir tanıdığım və belə deyərdim ki, savadına, peşəkarlığına qibdə etdiyim həkimlər sırasındadır. Bunu xüsusilə demək və vurğulamaq istəyirəm. Çünki sonsuzluğun müalicəsini o qədər mükəmməl şəkildə aparır ki, neçə-neçə ailələrin üzünü güldürüb, neçə-neçə ailələrin sevinci olub. Təbrik edirəm buna görə və xoş gördük sizi Sevil xanım demək istəyirəm. Necəsiz? Biz yaxşı. Sizin də verilişinizə xoş gəldik. Uzun zamandır gəlmirdik. Təşəkkür edirəm gəldiyinizə görə. Minnətdaram. Qeyd elədiyim kimi sonsuzluq var, olub və bundan sonra diləyək ki, olmasın. Amma yenə də sonsuzluğun müalicəsində bir çox faktorlar var ki, bunları vurğulamağınızı istəyirəm. Sizin çalışdığınız, fəaliyyət göstərən o mərkəzdə nə kimi işlər görülür, necə nəticələr əldə olunur? Buyurun. Belə deyim, sonsuzluq günü-günə artır. Yəni biz görürük ki, ailələrimizin 10 ailədən, yeni başlayan ailədən, cütlükdən əvvəllər 7-si normal hamiləlik əldə edirdilərsə, indi cəmi 3-ü normal bir hamiləliklə bu evliliyini davam edirlər və digər cütlüklərə biz artıq kömək eləmək məcburiyyətində qalırıq. Sonsuzluğumuzun artması nədən səbəb olur? Yəni daha çox məncə yediyimiz, içdiyimiz qidalardan olur və təbii ki, bir insanların həyat tərzindən də çox şey asılıdır. Sonsuzluğu gətirib çıxardan həm kişi sonsuzluğu, həm qadın sonsuzluqları var və bunların faktorları da təbii ki, bunların səbəbləri fərqlidir. Kişi sonsuzluqda bizim iləri getdiyimiz, yəni yeniliklərimizdən biri nədir? Əgər kişi hücrəsində hərəkətsizlik varsa, hələ də biz əməliyyatla əldə etmişiksək bu hücrələri, çoxu hərəkətsiz olur və hərəkətsiz olduğu üçün yumurtanı dölləyə bilmir düzgün bir şəkildə. Morfoloji olaraq pozğun olanlar, DNK-sı pozğun olan hücrələrin sayı çox olur bu xəstələrdə. Biz bu xəstələrə çip tətbiq edirik. Yəni çip nə deməkdir? Bəlli bir cihazdır. Bu cihazdan biz kişi hücrələrini keçirdirik və cihazın sonuna qədər gəlib çatan hücrələrin DNA-sı daha az zərər görülmüşləri olur və bunların dölləmə gücü daha çox olur. Məcburuq onu eləməyə. Yəni, əgər dölləmə alınmırsa, birinci, ikinci dəfə dənəmələrdə alınmırsa, biz məcburan bunu edirik. İncələməlisiniz. Bəli. Hansı bir aktivdirsə? Ən aktivlərini seçdiyimiz üçün biz məcburan bundan keçirdib, bir də bu dənəmələrdən çox şey asılıdır. Yəni, bizdən öncə hər hansı bir mərkəzdə müalicələr alınıbsa və müalicələrin nəticəsi negativ gəlibsə, biz səbəbini araşdırıb DNK-sı pozğun olan hücrələri tapırıq, kişi hücrələri. Bu DNK-sı pozğun olan hücrələr təbii ki də dölləyə bilmir hücrəni, qadın hücrəsini və hamiləlik düzgün bir şəkildə əldə edə bilmirik. Məcburən biz çip üsuluna keçirik və çip üsulu ilə də biz normal hamiləlik əldə edirik. Yenə də nə qədər incəlik var, nə qədər faktorlar var. Əsas məsələ bizim bəhs etdiyimiz, yəni Allah Taala elə mükəmməl bir orqanizm yaradıb ki, bir cütlük dünyaya övlad gətirməsi üçün hər ikisinin toxum hüceyrəsi görüşməlidir. Bəli. Və bu görüşmə boruda baş verir. Yəni ən böyük problem boru keçməzliyi və ya olmaması, boru keçməzliyi bir səbəblərdən biridir. Yəni yox, səbəblərdən biridir. İndi sizin bəhs elədiyiniz də səbəblərdən biridir. Bəli. Bu artıq amma daha sizə gələn pasiyent, sizə gələn ailə fərdi nəticə itibarilə sonsuzluqla gəlir. Siz orada nə qədər müayinələr aparırsınız? Necə incəliklə aparırsınız ki, məhz DNA pozğunluğunu aşkarlayırsınız, boru faktorunu aşkarlayırsınız? Kişi tərəfi də yoxlanılır bu işdə, qadın tərəfi də yoxlanılır və kişi tərəfi yoxlandığımızda biz ən basit spermoqram testinə baxdığımızda artıq daha iləri bir testə ehtiyac varmı yoxsa yoxdur, orada görürük. Bir də deneyimlərdən asılıdır. Bir də bu xəstənin keçirdiyi əməliyyatlardan, keçirdiyi həyatdan, keçirdiyi müalicələrdən çox şey bizə verir. Ondan görə anamnezi xəstələrimiz bizə nə qədər düzgün versə, biz o qədər düzgün işimizi qururuq. Yəni mərkəzlərin çoxsunda da belə deyim, anonim olaraq saxlamağını istəmirik. Yəni nə prosedur olunubsa bizə deyilsin, xəstə tərəfindən də deyilsin, xəstəyə də bildirilsin ki, biz növbəti prosesdə bu keçmiş negativ səbəblərdən uzaq duraq, yəni düzgün bir şəkildə eləyək bu işi. Sizin qeyd elədiyiniz kimi, əgər sperm sayı azdırsa, hərəkətlisi azdırsa, müəyyən problemlər yaşanırsa, bunun müalicə ilə
mümkündür. Bəzi səbəblər var ki, müalicə olunur, kişi səbəbləri, bəzi səbəbləri müalicə olunur, amma bəzi xəstəliklər var ki, onu artıq müalicə eləmək mümkün deyil. Genetik xəstəliklərdən tutmuş, yaxud da hücrə əmələ gəlmə xəstəliyinə qədər, yəni bunlar artıq biz heç nə eləyə bilmirik və xəstəyə istər ekstrakorporal müalicəsi olsun, istər normal bir hamiləlik əldə etmək mümkün deyil deyə bilirik. Düzdür, biz bunu demək çox ağırdır bizim üçün, xəstə üçün də, amma çox deyil xəstələrimiz? Yox, çox deyil. Yəni biz maksimum əldə etdiyimiz, yəni belə deyim, maksimum çalışırıq ki, xəstələrimiz bizdən əli boş, qucağı boş getməsin. Amma təbii ki, elə olur ki, bizdə də alınmır, yəni tibbdə də alınmır. Bugün yüzdələrə bölsək, sonsuzluqla bağlı müraciətlər sırasında səbəb kimi, səbəbi bəlli olmayan daha çox, 25% odur. Kəlimə keçir, 25%. 25%. Bu da az deyil, 100 nəfərin 25-i səbəbi bəlli olmayan, baxırsan hər şey yerində, qaydasında. Hər şey yerində, biz də gördüyümüz, hər şey yerində gördüyümüz bu böyük bir şeylərdir. Yəni yumurtalığı görürük, içində folikulu görürük, amma hücrə varmı yoxsa yoxdur, onu görmürük. Kişi hücrəsini görürük, amma DNK-sı necədir, dölləmə gücü necədir, onu görmürük. İkinci tərəf borusunun keçib-keçmədiyini görürük, amma içindəki o, belə deyim də, risniçkalar var ki, hücrəni sağa-sola itər kipriciklər, onlar işləyirmi, işləmirmi, onu görmürük. Yəni bizim kobud gördüyümüz şeylər var və bunlarda normal hər şey gördüyümüzdə hormonal tərəfi də. Bunlar hamısı kobud işlərdir və bunu kobud bir şəkildə biz görürük, deyir ki, hər şeyiniz normaldır. Sizə səbəbi bilinməyən sonsuzluq diaqnozu qoyulur. Amma məsələ, ekstrakorporal müalicədə biz hücrələri birləşdirdiyimiz zaman bu hücrələrin birinci yumurtanın keyfiyyəti olmadığını görürük. Yaxud da kişi hücrəsinin dölləyə bilmədiyini görürük. Yaxud da əmələ gələn embrionların zəif böyüdüyünü görürük. Düzgün bölünmədiyini görürük. Siz özünüz nəzarət edirsiniz embrioloqla bərabər. Təbii ki. Yəni bu müştərək bir işdir. Xaricdən hər hansı bir müdaxilə gərəkdirir belə olanda? Lazım olanda bəli. Bəzən olur ki, embrionların kapsulları çox qalın olur və içindəki hücrələr düzgün bölünə bilmir. Biz o kapsullarını lazerlə incəldirik ki, düzgün bir şəkildə embrion... Neçə gündə bölünməsini gözləyirsiniz? Yəni 5 günə qədər çatdırırıq. Neçə hücrə olur? 5 hücrə, artıq o hücrə olmur, artıq o içindəki hücrələrin sayları dəyişir. Bir hissəsi dəri hissəsini verir, bir hissəsi daxili orqanları verir, bir hissəsi nevrolojik orqanları verir. Ya bunların hamısı artıq ayrılır. Blastosist dediyimiz yer içəri su yığılmış və hücrələri dəyişilmiş, funksiyaları dəyişilmiş bir hücrədir. Adətən 3 günlüklərdə də olur. 3 günlüklərdə biz artıq 8 hücrə gördüyümüzdə 8-10 arası normal böyüyən embrion deyirik. Amma 3 günlük halı ilə bu embrionun hücrə sayısı 4-dür, 5-sə demək bu zəifdir. Demək burada bir problem var və embrionların böyümə gününə görə biz problem kimdədir deyə bilirik. Məsələn, 3 günlük halına əgər embrion gəlmirsə, düzgün bölünmürsə, yavaş bölünürsə, bunu biz hücrənin, qadın hücrənin yetərsizliyi olduğunu deyirik. 3 günə qədər gözəl gələn embrion və sonradan 5 günə qədər çatdırmayanda özünü, biz artıq deyirik, burada kişi hücrənin problemi var və kişi hücrəsi böyüdə bilmir. Çünki 3 günə qədər qadın hücrəsi böyüdür embrionu, 3 gündən sonra kişi hücrəsi. Zamanında deyəndə ki, qarşı tərəf yoxlanmalıdır, üsyan qaldırırlar. Bəli. İndi şükür ki, hər iki tərəf gəlir yoxlanmağa. Çünki nəhayət ki, biz bunu başa düşmüşük ki, 50-50-yə problem varsa, qadın tərəf yoxlandığı qədər, əgər müalicə tələb olunursa, müalicə qəbul etdiyi qədər, qarşı tərəf əks cins də bir o qədər müayinəyə gedib müalicəsini almalıdır. İndi gələn xəstələr artıq çoxsu maarifləndirilmiş gəlir. Yəni bizim verilişlərdən, oxuduğu Instagram paylaşımlar araşdırırlar efirlərdə də danışılır. Və artıq maarifləndirici şəkildə gəlirlər və bizim nə etdiyimizi, nə üçün bunu eləmədiyimizi, sizə hansı üsulu tətbiq elədiyimizi onlar artıq bilirlər. Yəni biz təklif elədiyimizdə artıq bilirik, doktor, siz buna görə bunu eləyirsiniz deyirlər. Artıq o 3 gün ərzində döllənmə sırasında biz başa düşürük ki, qadın faktoru, yoxsa kişi faktoru, hardasa bir fikir formalaşdırırıq. Eyni ilə də bu fikir sizə anamnez sırasında da gəlir. Bəli, hətta belə deyim, bizim ekstrakorporal müalicə uğursuz olsa belə bu siklda biz bilirik ki, səbəb hardadır. Çünki biz embrionların böyüməsini görürük. Mikroskop altında bunu görürük. Təbii bir şəkildə bunu görmək mümkün deyil.
Ona görə içəridə nə baş verdiyini bilmirik. Hamiləlik nə səbəbdən əmələ gəlmir bilmirik. Amma bu üsulla mikroskop altında gördüyümüz üçün biz harda problem var və necə düzəldə bilərik, necə kömək eləyə bilərik onu görürük. Və burada səbəbi bilinməyən sonsuzluqların bir 70%-nə düzgün diaqnoz qoyuruq. Hə, artıq çözüm tapırsınız. Çözüm tapılır. Amma yox, burada bir müdaxilə eləyim icazənizlə. Çünki hər şey elə iki toxum hüceyrəsinin birləşməsi deyil axı. Siz bu incəlikləri daha gözəl şəkildə, yəni iki toxum hüceyrəsini görüşdürdüm, bununla iş bitmir. Yox, təbii ki, Onun orqanizmə mediumların da tutunması var, onun orada böyüməsi var, onun sağlam şəkildə böyüməsi var. Bir də bizim istifadə elədiyimiz anamizdən başqa istifadə elədiyimiz mediumlar da fərqlidir. Məsələn, elə bir xəstə var ki, embrionları düzgün gəlir çatır, amma içəri verdiyimizdə endometriuma yapışmır, yəni devam elətdirmir. Biz onun üçün də fərqli bir mediumlar istifadə edirik. Yəni birisi embriogen dediyimiz bir mediumdur. Onun içindəki tərkibində olan maddələr embrionun tutunmasını artırır. Bir düzgün bölünməsini, ikincisində tutunmasını artırır. Zərəri ola bilərmi həmin o embriona? O aktivləşdirən bir mediumdur. Onu hər kəsə də olunmur. Yəni embrionlar düzgün bölünürsə onu istifadə eləmirik. Amma bir dəfə, iki dəfə dənəmələr olub və 5 günə qədər çatan embrionu transfer elədiyimizdə hamiləlik baş vermirsə, biz bu şəkildə köməklik bir şəkildə bu mediumları istifadə edirik. Hətta dediyim kimi kişi hücrəsini aktivləşdirən mediumlarımız da var ki, hücrəsi var, amma immotildir, yəni hərəkətsizdir. Biz onu da istifadə eləyərək daha aktiv bir şəkildə gətiririk və döllənmə əldə edirik. Doktor, deyirəm, həddindən artıq aktivləşər, sonra dur bir deyəcəyimiz xəstə mənə dedi ki, doktor, bu aktivləşdirəndən sonra, uşaq doğulandan sonra hiperaktiv olurmu? Dedim, yox, ondan bir asılacaq. Yox, mən o sualı verməzdim. Ümumiyyətlə, bax, o böyümə sırasında həddindən artıq böyüməsi, bölünməsi, kontroldan çıxma ehtimalı, siz bilirsiniz. Həddindən artıq böyüyən hücrə də düzgün deyil. Hə, onu deyirəm. Yəni, hər kəs, hər bir böyümənin mənə hələ özünə görə... daxili inkişaf maraqlıdır. Sonrası sonraya aiddir. Yəni, bətinə qədər, yəni biz ora qoyana qədər zaten o qədər mücizəli şeylər əmələ gəlir ki, olur ki, biz onu mikroskop altında görürük. Dediyim kimi, çox ginekoloq bunu görmür. Və biz çox şanslı bir adamıq ki, ginekoloq həkimik ki, biz insanın yaradılışını görürük. İnsanın ilk gündən yaradılışını görürük. Məndən fərqli olaraq digər ginekoloq həmkarlarım hamiləlik baş tutandan sonraki vəziyyəti görürlər. Yəni, hamiləlik təqibində görürlər bu işi. Biz amma hücrəsəl halından görürük. Bu iki hücrənin birləşməsini görürük. Düzgün bölünməsini. İlk hücrəsi ilə mən bunu görürəm artıq. Mən bu uşağı görürəm. Və gələcəkdə artıq hamiləlik baş tutandan sonra, qutarandan sonra, uşağı qucağıma alandan sonra deyirəm ki, bu iki hücrədən başlamışdıq. Yəni, mən onu artıq iki hücrədən tanıyıram bu uşağı. Doğum sırasında siz özünüz olursunuz, yoxsa başqa yerlərdə tercih edilir? Olur, xəstələrimiz, xaricdən də gələn xəstələrimiz olur, bölgələrdən gəlib xəstələrimiz olur, çox gedib gələ bilmirlər. O xəstələrə qaldıqları yerdəki həkimlər təqib edirlər, amma xəstələrimizin çoxusu başladığı yerdən də qalırlar ki, doktor, biz sizə güvənirik, biz bu uşağı hamilə qaldıqsa sonuna qədər də bizə verin qucağımıza, biz elə gedək. Bu şəkildə olur. Yəni, xəstələr bölgələrdən, Naxçıvandan belə ayda bir gəlib gedirlər, Gəncədən belə gəlib gedirlər, Goranboydan gəlib gedirlər. Bu uzun yolu həkimə gəlsin deyə gedib gəlirlər. Yenə də adı üzərində müalicə. Nəyin müalicəsi? Sonsuzluğun müalicəsi. Burada sadəcə dünyaya gələcək körpəni, onu necə gətirəcəyimizi deyil, özümüzü də düşünməliyik. Çünki əgər o hamiləlik baş vermirsə, demək ki, sağlamlıq yerində deyil. Onu həm bərpa etməliyik, həm sağlam şəkildə hamilə qalmalıyıq, eyni ilə sağlam şəkildə hamiləliyi yürütməliyik və nəticə itibarilə uşaq dünyaya gələndən sonra da orqanizmdə də müəyyən dəyişikliklər getməsin. Çünki hormonal dizbalans və s. bütün bu kimi problemlər baş qaldırması. Məhz ona görə həmişə deyirəm ki, sonsuzluq mərkəzlərinə müraciət edəndə diqqətli olun, baxın, görün hansı mütəxəssis yanına gedirsiniz. Bugün sonsuzluğun deyirik səbəbi bəlli olmayan, amma səbəbi bəlli olan artıq çəkidən tut, endometriozis, yumurtalıq faktoru, boru, uşaqlıq, çox faktorları vurğulamaq olar ki, bunun müalicəsini aldığımızda belə bəzən yəni təbii fizik. Mən xəstələrimə deyəndə ki, artıq çəki bizə zərər verir. Qızlarımız biraz ciddiyyətə almırlar məni. Amma artıq çəki bir verdiyimiz dərmanların qəbulunu bədən düzgün bir şəkildə qəbul eləmir. Bizə verdiyi yanıt düzgün olmur. Qonşum da mənim kilomdaydı, üçünü doğub kimi. Amma hər kəsin bədəni fərqlidir.
kilonun çox olmağı vaxtından əvvəl doğuşa, vaxtından əvvəl inkişafdan qalmağı, düşüklərə səbəb olur. Biz hamiləlik əldə etsək belə, bu qədər böyük bir işlər görüb, hamiləlik əldə etsək belə bizim bir kiloya görə o uşağı itirmə ehtimalımız var. Ona görə qızlarımız, müalicəyə ana olmaq istəyənlərimiz biraz daha fiziki aktiv olub və kilolarını normaya gətirsinlər. Müəyyən hormonlar var ki, onların belə tətbiqi, qan sulandırıcı dərmandan tut, bir çox müalicəvi effekti olan dərmanların təyini, eyni ilə də həkimin dediklərinə riayət etməklə düşünürəm ki, çox sağlam şəkildə bəbişləriniz ola bilər. Ola bilər. Bizim bu qan sulandırıcı preparatlar istifadəsi mənə elə gəlir ki, Azərbaycanda pik nöqtədədir. Pik nöqtədədir. Yəni, belə deyim də, bir uyuşturucu istifadə edən insanı uyuşturucudan əl çəkdirə bilərsin, amma qan sulandırıcı istifadə edən bir hamiləni o qan sulandırıcıdan istifadəsindən qoparda bilmirsən. Lazım oldu, yəni, olmadı. Lazımsızdır, yoxsa çoxsu lazımsızdır. Gərəksiz istifadələr. Çoxsu gərəksizdir. Gərəksizdir. Yəni, çünki onların özəl bir testləri var. Sadəcə qanım tez laxtalandı, biz damcı ilə, dəqiqə ilə baxıldı, qanım tez laxtalandı deyə qan sulandırıcı istifadəsi vermək olmaz, yəni istifadəyə başlamaq olmaz. Onun özəl bir testləri var. Özəl testlərin iki növü var. Biri genetik yatkınlığı olan bir testdir. İkincisi də gerçəkdən indi bu adam xəstəliyi keçirdir və bunda o tromb əmələ gəlmə ehtimalımız yüksəkdir. Buna vermək lazımdır. Amma bizdə o lazımsız bir şəkildə çox sayda istifadə olunur. İndi biz hal-hazırda hamilə qalacaq xanımlardan danışırıqsa, hamiləlik müddətində bunun verilməsi, çoxu göstərişi olan gərəksizdir. xəstələrə görə. Göstəriş başqa. Amma belə deyim, statistik olaraq bunların cəmi 10% iş keçmir. Amma bizim istifadə eləmə sayımız 70-i keçir. Doktor, bilirsiniz də, ümumiyyətlə bu sonsuzluğun müalicəsində bu mərkəzlər açılmadan öncə belə ən çox qadınları, xanımları nədən qorxurdu? Qanın laxtalanır. Sanki hamilə olduğu unudulurdu. Bu axı normaldır. Normalda qan laxtalanır hamiləlik zamanı. Əgər genetik olaraq bir yatkınlığınız varsa, baxdığımız şey nədir? MTFR, trombofili paneli. Əgər orada yatkınlıq varsa genetik olaraq, o zaman hamiləlik zamanı da bu artır, tromb atma ehtimalımız var. Amma bu demək deyil ki, onun da özünün dəyərləri var, özünün test, yəni trombofili panelin belə testin içində bəzi göstəricilər artıq dünyada zərərsiz hesab olunur və ona da qan sulandırıcı istifadəsi məsləhət görülmür. Antifosfolipid sindromu, kardiolipinlərin, antikardiolipinlərin yüksəkliyi aktiv bir şəkildə onlara verə bilirik. Çünki onların tromb atma ehtimallarımız yüksəkdir və bu şəkildə o xəstələrə verə bilirik. Amma bunun dediyim kimi 3 böyük xəstəliyin hər biri 3-ə bölünür və onların cəmi birində biz kleksana yaxud da başqa bir qan sulandırıcı iynələrinə başlaya bilirik. Çox az miqdardadır. Amma biz onu demək olar ki, hər xəstədə görürük ki, qan sulandırıcı istifadə olunub. Embrionun uşaqlığa yerləşdirməsi, transferi. Yox, transferi yox, yapışması deyək ki, daha yaxşı aydın olsun. Yəni, o neçə gün, neçə saat çəkir? 10 dəqiqə içində. Bu sualı hər görüşdüyüm həkimə 10 dəqiqə içində. Bizim qızıq, bəli. Xəstələr transfer sonrası günlərdir yataqdan durmur ki, birdən düşər, birdən nə olar? Yox, 10 dəqiqə içində yapışdı. Kapsuldan ayrılır, yəni kapsuldan çıxır və qadının endometriuma yapışır 10 dəqiqə içində. Ondan sonrasını niyə ehtiyatlı olun deyirik? Yapışıb ora və uşaqlıq sirkələnməsin, ağır iş görməyin, ağır şey qaldırmayın. Ondan sonra çox atıb tutan bir şeyə minməyin. İstirahət edin ki, tutan yerdən qopmasın. Bu qədər. O da yəni aktiv həyat sürməyin deyirik. Amma demirik ki, siz mütləq yataq rejimi olmalısınız. Bəzən qızlar olur ki, pasteldən qalxmırlar, yemək içməyə belə yataqda sadəcə ehtiyacları üçün qalxırlar. O çox böyük psixoloji olaraq bir travmadır insanlar üçün, qızlar üçün. Yenə də Sevil xanım, onun tutulması üçün o mühiti hazırlamaq lazımdır da. O mühiti necə hazırlayırsınız? Onu biz 10 gün öncədən hazırlayırıq. 10-15 gün öncədən hazırlayırıq. O zaman yumurta toplamadır və s. bütün bunları planlı şəkildə eləyirsiniz ki, zəmin hazırlanır, orada yetişdirilir, dörlənmə, daha sonra transfer. Bütün bunlar biri digərini... Bütün işləmlərin hamısını bədəndəki olan hormonal balansı biz öz üzərimizə alırıq. Yəni biz hormonal olaraq bu qadını idarə eləyirik.
vaxtında istədiyimiz zaman yumurta böyüdürüb alırıq, istədiyimiz zaman bu xəstənin uşaqlığın içini hazırlayırıq və tutma saatını ayarlayırıq. Yəni bütün qadının hormonal sistemi, döllənmə sistemi Kontrolunuzda olur. hamısını alırıq öz kontrolumuza. Təbii arada Qorxmaq yumurta lazımdır toplama zamanı çox problem yaşamırıq. Amma embrion köçürtmə zamanı, o endometriumun hazırlıq zamanı biz bəzən çox problemlər yaşayırıq. Nə kimi problemlər? Endometrium qalınlaşmamağını, hormonların birdən-birə yüksək olmağı, bizim verdiyimiz dərmanlara cavab verməməyi. Belə bir xəstələrə biz natural siklus gedirik. Natural siklus nədir? Biz müdaxilə eləmirik. Qadının öz bədənində necə ki yumurta böyüyür, folikul çatlayır və folikul çatlayandan sonra deyirlər bəzən sarı cisim. O sarı cisim olduğu andan itibarən biz sayırıq. Qadının normalda 5 gün, 3 gün içərisində... Bu qadınlar sizin yanınızda stasionarda yatır, yoxsa gediş-gəliş hər gediş-gəliş gün olur qarşılaşırsınız? Və biz bəlli bir günləri təyin edirik ki, bu günlərdə bu xanımın yumurtası çatlayacaq. Çünki görürük, hormonun yüksəliyinə görə görürük. Gəl o günü yoxlayaq. Həmin o günü biz tuturuq çatlatma gününü və o gündən etibarən necə ki təbii bir şəkildə mayalanma yumurtalığın üstündən başlayır, borularla düşür və o uşaqlığın içində. Bu müddət bir 5 gün çəkirsə, embrionun gününə görə biz o günü sayırıq. Yəni 3 günlük embriondursa biz 3 gündən sonra köçürdürük. 5 günlük haldısa biz 5 gündən sonra köçürdürük. Yəni normal bir şəkildə, təbii bir şəkildə bu qadın nə vaxt hamilə qalmalı idisə, nə vaxt bu embrion uşaqlığın içinə düşməli idisə, biz o şəkildə qoyuruq ora. Elədir. Bəli, və bu olur natural siklus. Və bu yöntəmlə bizim hamiləlik faizimiz sanki daha çoxdur. Mən yenə də deyirəm, hər şeyin ifrata varmasından qorxuram. Hər şeyin artıqlığından, o fazlasından qorxuram. Çünki həqiqətən də burada hüceyrə böyüməsindən gedir söhbət. Bunu kontrol altına ala bilmədiyimiz halda nə ola bilər? Hiperstimulyasiya dediyimiz bir fəsad olur və bu fəsadımızın nəticəsində biz xəstəni itirə bilərik. Düzgün bir şəkildə yönəldilməsə bu iş, biz xəstəni itirə bilərik. Ona görə hər kəs iynəni alıb əlinə sağa-sola iynəni vura bilməz. Bu işi bilən lazımdır. Bu işi eləyən və təcrübəli insan olmalıdır. Neçə ildir bu sahədəsiz? Sırf Mən sonsuzluğun müalicəsində 20 ildir. Mərkəz neçə ildir fəaliyyət göstərir? Tanışdığımız neçə ilə dayanır? Bizim artıq mən Azərbaycana 7 ildir buradayam. 7 ildir artıq fəaliyyəti Azərbaycandayım. Daha öncə Türkiyədə? Daha öncə Türkiyədir. Mənim İraqdakı öz mərkəzim var idi. Orada mən 3 ilə yaxın işləmişəm və davamı Türkiyədə idi. Ondan sonra da Bakıda. Ay, orada da uşaqlar dünyaya gəlir. Orada da bəbişləriniz var. Orada artıq mənim uşaqlarım bir 15-16 yaşındadılar. 2008-2009'lardaydım mən o illərdə. Maraqlıdır. Bu qədər uşaq içində neçəsinin adı sevildi? Sevillərim çoxdur. Çoxdur. Çoxdur, qızlarım çoxdur. Hətta bir sevilim var, atası ilə dalaşmışdıq. Ondan sonra gəldi ki, qızımın adını sizi qoymuşum. Deyəndə barışdıq, yaxşı. Embrionda xromosom anormallıqları, anomaliyaları sizdə əvvəlcədən orada görülürmü? Yoxsa görülür. onu da təklif edirsiniz ki, müayinə eləyək? Bu da bəlli bir ücrət tələb edirmi? Bəlli xəstələr var ki, genetik problemlərdən dolayı hamiləlik baş tutmur. Genetik problemli olan xəstələrə də bizim embrionları köçürtmədən öncə genetik yoxlayıb sağlamlarını seçib köçürtmə şansımız var. Və günü-günə bizim bu genetik yoxlanışlar, genetik yöntəmlər, yoxlama yöntəmləri günü-günə artır. Bəzi xəstəliklər var ki, bir növ genetik yoxlamadan görülür. Bəziləri var ki, digər növdən görünür. Ona görə də biz xəstəyə uyğun testləri seçirik və xəstəyə uyğun bu testlərlə sağlam bir uşaq tapıb, embrion tapıb köçürdürük və bu ailəyə sağlam bir uşaq bəxş edə bilirik. Bəzən olur ki, xəstələrimiz dəfələrcə dənəmələri olur, ekstrakorporal müalicələrdən keçiblər, amma hamiləlik əldə etmirlər. Biz embrionları köçürtmədən öncə genetik yoxladığımızda bunların çoxsunda problem görürük və içindən yenə də sağlamını seçib, köçürdüb sağlam uşaq əldə edirik. Doktor, təşəkkür etmək istəyirəm gəldiyinizə görə. Saatlarla dinləyərəm, görüm hələ bu işin ötəsindən necə gəlirsiniz. Çox maraqlı bir işdir. Hər şeyi dəyərləndirmək, hər şeyi doğru şəkildə müayinəsini aparıb və müalicəsinə başlamaq doğrudan da böyük ürək istəyir, böyük məharət istəyir, böyük savad istəyir, təcrübə istəyir. Alqışlayıram və bir daha təbrik edirəm ki, çox doğrudan da bu istiqamətdə yüksək nəticələr əldə edirsiniz. Yenə deyirəm, Sonsuzluq Mərkəzinə müraciət edə bilərsiniz. Həkim seçimində
işlərində yanılmayın. Hər zaman ölçün, biçin, götür, qoy eləyin, bilmirəm bu ifadəni necə işlədim. Hər zaman araşdırın, həkiminizi araşdırın. Çünki bəzi mərkəzlərdə həqiqətən də doğru olmayan müalicələr təyin olunur ki, bunu mən yox, elə həkimlər öz kolleqalarının adını çəkməsələr də dilə gətirir. Niyə? Çünki əziyyət çəkən bizlərik. Əziyyət çəkən, sonsuzluqdan əziyyət çəkən qadınlardır. Ana ola bilməyən xanımlardır, ata olmayan insanlardır. Doktor, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Minnətdaram. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa, telefon nömrələrini qeyd eləyin. Studiyamızın həkim qonağı, cərrah mama ginekoloq və deyərdim ki, sonsuzluqda öz sözünü demiş həkimlər sırasında olan Sevil xanım Arif qızı. Təşəkkür edirəm. Xoş oldu. Mən də sağ olun.